Asan yoxdur şairləri. Ondaki sözün hünəri vardı. Söz üstə asırdılar şairləri onda. Şirvanşah Əxistan Şabran qalasına saldırdı Xaqanini, zindanda çürüsün, Şamaxıda Nəsimi doğuldu. Haq mənəm, haq məndədir hayqırdı, çarmıxa çəkdilər Hələbdə, Kərbalada Füzuli doğuldu. Sultan Süleymanın saray məmurları rüşvət deyildir deyə Füzulinin almayanda salamını, ruhu sarsıl ustadın, Qazaqda Vaqif doğuldu. Allahın Qacara qıyıb aman verdiyi çağında həlak elədilər Vaqifi Şuşada, Şirvanda Sabir doğuldu. Gördülər ki, əjdaha kimidir şair, bir başını kəsirsən yerindən beşi çıxır. Demə şairin min canı varmış, şairi asmağın dövlətə ziyanı varmış. Zaman dəyişib, indi asan yoxdur şairləri. Nə yazırlar, yazsınlar cəhənnəmə canı. Onsuz da sözün məsuliyyəti itib, şeirin həyəcanı. Azərbaycan mənəvi coğrafiyasını çəkmişsiniz o şeirdə, məhz mənəvi coğrafiyasını. Mənəvi doğru. Çox sərrastdır. Siz demişkən, şair doğrudan ancaq alqışlanmalıdır, yoxsa bunun dərisi soyulmalıdır. Soyulursa niyə soyulmalıdır? Buna elə Şirvanlı balası cavab verir, çünki dərisi soyulan da sizdəndir. Bəli. O soyulanda Bağdadda Füzuli də elə bizdəndir, hamımızdandır. Yəni bu kökü var bu sualın verməni. Doğrudan belə olmalıdır. Əslində qalanda o şair, o yazıcı qorunmalıdır ki, o nəsə çatışmır, onu yada salır. Yada salır ki, ay məmurlar, qulaq asın, baxın, görün bu çatmır, bu çatmır. Amma məmur onu ondan qabaq bilir axı. Onda keyfinə dəyər mənim. Məsələ budur. Hər halda fikir azadlığı lazımdır da. Mütləq lazımdır, bəli. O boyda Nəsimi niyə soyulmalıdır? Özü də fətvə ilə. Elə idi, hə. Onun şeirin bir nəfər oxuyub, oy tutublar edam eləməyə, gedib özün verib ki, şeir mənim. Mənim də, deymi, o cavanı buraxın. Buraxın. Bu da fədakarlıqdır. Əlbəttə fədakar. Fədakar olmasa o söz deməz. Halbuki, indi bir dəqiq elə mollalar, axundlar Nəsiminin şeirinlə nəfəs alır. Çünki elə doğrudan da orada bunların tapındığı din oradadır. Əslinə qalır. Nəsiminin şeirlərində. Bəli, Nəsimin şeirlərində. Düzdür. Bir dəfə anamdan soruşdum. Günün hansı vaxtı dünyaya gəlmişəm? Gecə saat 1-də ağrım tutdu, 5-də doğuldum. Sonralar biləndə ki, həyat tərzinə görə səhər doğulanlar torağay, axşam doğulanlar bayquşdur. Başladığım, doğulduğum saatda yuxudan durmağa, təsadüfə bax, ədəbiyyata gəlişim də torağaylar şeirimlə oldu. Göydə quşdur, yerdə daşdır torağaylar. Sonralar, çox sonralar Məmməd İsmail Əkil-Bəkil poemama ön sözdə yazır. Elə ilk poetik tanışlıqdan yadımda qalan, sonralar unutmaq istəsəm də unuda bilmədiyim, göydə quşdur, yerdə daşdır torağaylar misraları da Qəşəmin obrazlı düşüncə tərzinə malik olduğundan xəbər verir. Qəşəm müəllim, xoş gördük sizi. Xoş gördük. İlk öncə evinə, odana gəlmişik, xeyirliyə gələk, xoş işlərə gələk. Elə qapını açan kimi, içəri bir daxil olan kimi birinci otağa göz gəldirdim. Burada makinanı gördüm, orada səpələnmiş kitabları gördüm. Hələ bir təmizdir.
Hə, təmizi budur. Nə gözəl ki, ürək təpərdən, söz qüvvədən düşmür, hələ qələminiz işləyir. Yaşın yaradıcılığa necə təsiri var? Ömür boyu cavandır ruh. Amma o ruhu elə cavan saxlamaq lazımdır. Hə, o yaş da bir bəhanədir. Adam var ki 40 yaşında qocadır, adam var ki 80 yaşında elə cavandır. Düzdür. Hə. Onu götürəndə hər kəs özünü necə kökləyirsə elə də olmalıdır. Mən həmişə misal çəkirəm. Bu Qori seminariyasını qurtarmış bir müəllimi olub. Abakarov. Zaqataladadır yoxsa Balakənd tərəfdə olub. Müxbir mənə sual verib ki, təhsiliniz nədir? Deyim, mütaliə. Nə gözəl. Çox sərrastdır. Çox sərrastdır. Hə, yəni mütaliə olandan sonra müdrikül elə qapı ağzındadır. Flaubert də deyir ki, bir düzün kitab oxumaqla müdrik olmaq olar. Yəni 12 kitab oxumaqla müdrik olmaq olar. Əslinə qalanda. Şairin taleyi olur deyirlər. Karyerası yox. Onsuz da sizin elə böyük karyeranızda mən bilən olmuyor. Və taleyiniz necə? Deməli, valla hamı gileylənəndə, yaxşı işi yaxşı gətirəndə bəxtinin yaxşılığından danışır. İşi pis gətirəndə deyir, Allah bəxti mənə yazıb. Hər şey insanın özündən asılıdır. Özündən. Alın yazısı yoxdur. Alın yazısı mənim aləmimdə yoxdur. Yox, mən onu qəbul eləmirəm. Nə gözəl, içimdə, söhbətlərimdə mən də o fikirdəyəm. Hərdən uşaq nəvə deyir, alın yazısı, ya qoca deyirəm ki, uydurmayın özünüzdən söz. O tənbəllərin sözdür, işi düz gətirməyəndə deyir, Allah belə yazıb da mən yazma. Amma indi sosioloqlar Amerikada yatdı və görürlər ki, deyirlər ki, əgər sən istəsən, var olasan, ola biləcəksin. Əgər tərpənişin varsa. Hərəkətin varsa, istəyin varsa. Mən nə qədər savadsız bir savad adamlar görmüşəm ki, əli sonra pula çatıb. Onun xəyalındakı pul olub, məqsədi pul olub. Və ona da çatıb. Məqsəd olanda gedib çatmalısan. Düzdür. Özüm, sözüm, həyatımla bağlı qalın bir cildliyinizə yazdığınız ön söz tərcümeyi halınızla bağlı çox gözəl təəssürat yaradır. Tam. Sizi tanımayan adam o təəssüratı, ön sözü oxusa, tam bələd olur sizə. Yazırsınız ki, Xəlsədə ibtidai kənddə olduğunuz kənd. Beydə 8 illiyi, Kürdəmirdə 9-cu sinifi, Axtaçıda 11 illiyi bitirmişəm. 11-i, bəli. 67-də isə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olmuşam. Böyle bir köç havasıdır. Bu nə köçdür, bu nə yer dəyişmədir. Deməli, bizim kətdə o vaxtı 4-cü sinifə qədər idi məktəb, ibtidai məktəb. Biz 4-cü bitirəndən sonra 2 kilometr aralıda Beyi kəndidir. Biz ora gedirdik. Orada da 8-ci, bizim qutaracağımız ilində 8-ci sinifdə açıldı. Biz 8-i qutardıq. Ondan sonra getdim, 1 il Kürdəmirdə oxudum. Dəmir yolu məktəbində. Sonra qayıtdım, qonşu bizdən 12 kilometr aralıda Axtaç kəndi var. Orada da 10-11 oxudum. 11 oxudum. Deməli, gedirdik, bir həftə biz orada Axtaçda qalır, 5-6 gün qalırdıq. Sonra azuqəmizlə gedirdik, sonra qayıdıb gəlirdik evə. Bazar günü evə. İndi yeri gəlmişkən, bax, indi gör o orta məktəbin tam olmamağı, indi hamı sizi kimi deyil daxı. Bu coğrafiyada gəzsin, oxusun, orta təhsili başa vursun və ali məktəbə girsin. Nə qədər şagirdimiz, nə qədər cavanımız savadsız qaldı. Bəlkə oxusaydı, yönələ bilərdi hansı istiqamətəsə. O mütləq elədi. Təhsil doğrudan böyük şeydir. Kənd müəllimliyindən universitetdən sonra 3 il müəllim işləmişsiniz, sonra Bakıya qayıtmışsınız. Gördüyüm adamlar, xeyirxahlarınız, yaxud bədxahlarınız, ümumiyyətlə xeyirxahlıq, bədxahlıq sözünə necə yanaşırsınız? Münasibətiniz necədir? Bu xeyirxahlıq əlbəttə ali keyfiyyətdir. İnsan əgər doğrudan da xeyirxahlıq eləməzsə, onun qabağına xeyirxahlıq çıxmayacaq.
Pislik eləyənin qabağına pislik çıxacaq. Nə eləmisən, hə? Bəli, o çıxmalıdır. Nə tökərsən aşağı, o çıxar qaşığa, belə bir söhbət də var. Atalar misal var. Bəxtimdən, yəni, elə qarşıma çıxan adamlar əslində xeyirxah olub. Tutalım ki, başlayaraq Məmməd İsmaildən başlayaraq, sonra Cəmil Əlibəyov, rəhmətlik, kinostudiyanın direktoru, məni işə götürüb ora. Fərəməd Səfiyev vardı orada şöbələrdə, odur, o idi. Sonra bu vaxt Mədəniyyət naziri Polad Bülbüloğlu, məsələn, Şur Nəşriyyatın mənə direktor qoyub, Məmməd İsmailin tapşırığı ilə, xahişi ilə daha doğrusu. Gedmişəm, yoxlayıblar, mavim var idi, yoxlayıb, eləyib, görüb ki, mən naşirəm də. Ora qədər Polad Bülbüloğlu neçə adamlar gəlmişdi, götürməmişdi. Çünki o Şur Nəşriyyatı, İşıq Nəşriyyatının nəzdində yarandı başdı. Orada bir şöbə var idi, not musiqi redaksiyası. Onun nəzdində yarandı. Və mən də dedim ki, mən axı bura heç nəsiz gəlmişəm. Polad Bülbüloğlu umacaqsız qoyub bura məni. İşlədim doğrudan da. Musiqiyə olan ehtiyacım, dərsliklərdir, musiqi əsərlərdir, hamısı çap elədim. Hamısı. Yəni, işlədim, sonra da başqa bir nəşriyyat yaratdım. Şirvan nəşriyyatını yaratdım. Orada indiyə qədər Şirvan nəşri işləyir. Amma o səviyyədə işləmir. Bu günləri təbii ki, kağız kitaba tələbat azdır. O Orxan Pamukun sözü var deyir, bizdə oxuyana belə çap baxırlar. İndi bizdə oxuyan azalıb. Oxuyan ona görə azalıb ki, şəhərdə kitablarımız çap olunur, elə şəhərdə də qalır. Ta kəndə ayağı gedib çıxmır. Kəndə geçsə... Coğrafiya dardır biraz. Dardır. Orada da oxuyanlar var bir dəqiqə. Ehtiyacı var oxuyan. Təbii ki. Və yaxud geçsə oxuyar, maraqlanar. Bəli, maraqlanar da. Bu kartof döyür, soğan döyür, girib bazara deyəsən ki, mənə 5 kilo kartof, soğan çək. Bu kitabdır, gərək kitab görünsün. Kitab görünməsə, onu heç kim şey eləməz. Baxırlar, hiss eləyirlər, uşağı alır, nə eləyir, bax belə məsələlər. Qəşəm müəllim, kənddən gəldiniz, mühit gördünüz, yaradıcı insanlar gördünüz, xeyirxahlar gördünüz. Yaradıcı insana mühitin, yəni ədəbi mühitin və mütaliənin təsirini necə qiymətləndirirsiniz? Bilirsiniz, Abdü müəllim, bu yaradıcı insan, məsələn, Şoloxov Moskvada biraz olmuşdu, qayıdıb gəlmişdi yenə də Veşenskiyə, öz kətlərinə gəlmişdi. Amerikada Faulkner fermer idi, öz kəndində yaşayırdı. Nağıllı adamlar imiş. Bəli, onlar çoxdur, Amerikada əksərin elədi, burada da, Ruslarda da var idi. Deməli, ədəbi mühit əslində elə o baş qatmaq üçündür. Adamlar ki, qabağa bizim bir şeirimiz çıxırdı, gedirdi çayxanada otururduq. Yəni söhbət, tədris. Onda düzdür 5 qəzet vardı, adamın bir şeiri çıxanda ölkə tanıyırdı. Amma bu günləri mən bu yaşa dolduqca görürəm ki, o mühit bizə heç nə öyrətmir. O mühitdə bəzən üzgöz olursan, bəzən mübahisə edirsən, arada qarşı... Bəzən də arada söz alıb çatdırırlar başqasına. Çatdırırlar, elə şeylər var. Üzünə açılan qapılar bağlanır. Amma mütaliə hər şeydir. Hər şey. Biz, məsələn, mən indi bu internetiyə çıxandan sonra maraqlanla da görürəm ki, məsələn, Amerikada, Avropada dərnəklər var, indi də var. Yazışı hazırlayırlar. Biz də dərnəyə getmişik. Mən baxıram, biz getdiyimiz dərnəyə baxıram. Allah rəhmət eləsin, Ağacavad Əlizadə bizdə dərnək rəhbəri idi. Gedirdik. Oxuyurdu, məsələn, xoşuna gəlirdi, şeiri tərifləyirdi, eləyirdi. Və zəifdirsə deyirdi beləncik. Amma məsələn, Amerikada, Avropada elə deyir. Deyir ki, get 10 səhifəlik bir hekayə yaz. 10 səhifə yazırsan, getirsən, deyir, get bunu 5 səhifəyə yerləşdir. Fikri. Yəni, ixtisar elə, redaktə elə. Bəli, redaktə elə, daha suyun azald. 5 səhifəni sonra 2 səhifə yarıma. Onda yazısı püxtələşir, qələmi püxtələşir, yazısı olur. Mən məsələn bu günləri onun ehtiyacını duyuram ki, bizdə o vaxtda o dərnəklər olur, belə dərnəklər olmayıb. Özüm, sözüm, həyatım ön sözdə yazır ki, 14 avqust 1948-ci ildə Kürdəmirin Xəlsə kəndində
100 ildən bəri səxavəti ilə xatırlanan varlı Hacı Mail bəy ilə Ələt bəyimin oğlu İsa müəllimin və əslən Şamaxılı öz qabağından yeməyən varlı Çərkəz kişi ilə Quba bəyimin qızı Gilas xanımın nikahından doğulmuşam. Adımı Çərkəz babamın xalası oğlu Xəlsəli Müdrik Məşədi İlyas kişi qoyur. Yenə ön sözdə yazırsınız ki, atam da, anam da kitab oxuyan idi. Bəli, bizdə kitabımız var idi. Nə yaxşı ki, çünki bayaq dediyimiz kimi kənd mühiti, mal heyvan, həyat baca, var idi. Atanın da, ananın da bunu oxuması və sizin o mühitdən çıxmağınız görünür sizə xoş təsir eləyər də. Mütləq. Həm odur, deməli, oxuma, əlbəttə bizdə hamı oxuyurdu. Hətta mən deyim ki, nənəm var idi, Quba nənəm rəhmətlik. Bizim uşaq qızlar kitab oxuyanda deyirdi ki, anama deyirdi ki, bunlar yenə də qumru oxuyurlar. Yəni qumru kimdir? Məsələn, qumru Dağıstanda Mərsiyyəxan olub. Qumru məşhur şairdir Seyid Əzim dövründə. Deməli, babamgildə də, ana babamgildə də görünür, Mərsiyə oxuranda qumru deyirmiş. Nənəmin yadında Savasıdan da bu bədii ədəbiyyat qumru sözü ilə qalmışdı. Bunlar yenə qumru oxuyur. Həm də ki, mən bir dəfə, məsələn, şeirə mən necə gəldim, təxminən bilmirəm, bir dəfə baxdım, qabaq İrəf deyirlərdi, qab-qaşıq yığılırdı. Bir də gördüm ki, orada bir kitab var, üzü yoxdur. Sonu qoydum, götürdüm kitabı, açdım, qarşıma Səməd Vurunun Car çəkir çaxların çaxnaşıq səsi, car çəkir qışqırır. Muğam poeması. Polat, motorlar. Bu şeiri oxudum, tutdu məni. Dəfələrlə oxudum onu. Elə bil ki, o söz mənim ruhuma oradan hopdu. Oradan hopdu. Sonralar Sabir gəldi, sonra belənçi, yəni oradan başladım. Bir gün şeir yazdım, evdə dedilər ki, bu qızlardan biri dedi ki, bu qəşəm şeir yazıb. Halbuki bəlkə də şeir deyirdi. Təbii indi o adi gözlə baxışdı orada. Sonra yazırsınız ki, anam folkloru çox sevirdi. Bir gözüm kitabdaydı, bir qulağım anamın ağzında. Hətta söyüşü də, qarğışı da folklorla idi. Çox maraqlıdır bunlar. Təbii bu qana hopur, bu cana hopur. Necə ki, sonra dilinizdə, indi o dil məsələsinə gələcək, işlətdiyin gözəl sözlər var, ifadələr var, o dilin 7 qatından qalxıb gələn ifadələr var. Onun hamısını şübhəsiz oradan hopub canınıza. Deməli, bu Ella da Umudlu var, jurnalist, tanıyarsı yəqin. O qabaq biz İşıq nəşriyyatında işləyirdi, o da işləyirdi orada. Deyirdi ki, mən sözü eşitmirəm, söz özü gəlib qulağıma gedir. Allah, yaxşı sözlər. Deməli, mən elə oturub qulaq asmırdım anama. Söz çəkib gəlirmiş, mənim beynimə dolurmuş da. Anam danışdıqca eləcə, anamın da tutalım ki, babası Şamaxılı olub axı. Şamaxıda Səməd Vurun deyir ki, çörəkli Kürdəmir, şeirli Şirvan. Düzdür, yaxşı ifadə. Belə bir ifadəsi var, misrası var. Yəni, Şirvanda qadınlar, bayatı yazan qadınlar var, deyir, çəkməsi cığcıq eylər, evimizi palçıq eylər, zəhləm gedər o yardan gecələr acıq eylər. Qafiyə baxın. Nə gözəl. Niyə rəhmətli Əzzət Cəfərzadə, onun xidmətləri. Elədir, böyük xidmətləri var. Amma Şirvanda o çoban arvadları, adi yaşlı qadınlar elə şair olublar. Həqiqi mənada. Mənim deməli həyatımda o anamın danışıqlarından söhbəti hamısı, mən indi də yazanda görürəm ki, onun sözləri gəlir mən. Çünki o vaxtında hopub. Hamısı hopub. Cana qana hopub. Bu uşaqla, yerinə yetmələrlə bağlı yaradıcılığa keçməzdən əvvəl istəyirəm bir iş yaradıcılığa başladınız, böyüklərlə bağlı şeirlərdən başlayaq. Hətta Kürdəmirdə çap olunan bir şeirinizi deyim ki, uzun şairləri sevirəm. Xoşum gəlsə də uzun şeirləri sevə bilmirəm. Əkil Bəkil poemanıza Məmməd İsmailin yazdığı ön sözdə bir misranızı göstərir və doğrudan onu oxuyanda mən diksindim. Mən istəyirəm elə ilk yaradıcılığa başladığınız, böyüklər üçün yazdığınız şeirlərdən, indi sonra uşağa keçdiniz, nə üçün keçdiniz, bunlar sonra gələcək. Elə ilkin halda böyüklər üçün yazdığınız şeirlərdən bir neçəsinə qulaq asmaq istəyirəm. Belə tamaşaçılarla və mən bir yerdə. Buyurun. Deməli, mən əvvəl düzdür, böyüklər üçün yazmışam, amma nəsə alınmayıb da. O Torağaylar şeiri mənim ədəbiyyata gəlişimdir.
ədəbiyyatı. O yaşlı adamlar hamısı o yadındadır o şeir. Hamısı dərnəkdən belə. O da bir müşahidədir. Müşahidədən gəlir. Nəşriyyat mənim vaxtımı çox aldı doğrudan da. Adamı yaradıcılıqdan qoyur. O işdə də məsuliyyət var. Son dövrlər mən artıq əsasən yeniyetmələr üçün yazmışam. İndi də arada yazıram, amma qabaqda yazmışam hekayələr. Əsasən nəsr əsərləri yazıram. Hekayələr. Var. Söhbət eləcək onlarla bağlı. Hə. İndi o şeirlərdən bu son dövr yazdığım şeirlərdir. Baxıb görürəm ki, bugün yazılan şeirlərimiz, elə bu 30 il bundan əvvəl yazılan şeirlərimizdir. Tamam. Şeirlərimizdə irəli addım yoxdur. İrəli addım yoxdur. Hamı fikirləşir ki, bunun qafiyəsi var, bunun hecası yerindədir, şeirdir. Obrazı var. İndi bir obrada quraşdırır, tapılır. Düzdür. Hər obraz, bəzən hamı obraz gəzir. Heç Ələsgərdə obraz yoxdur ki. Ay sağ ol. Yesenin, Sergey Yesenin elə bir hərdən obrazı var ha, elə bir söz var. Baxırsan ki, doğrudan da elədir. Elə obrazı da deyirdi ki, rəhmətli bizim rayonda bir birinci katib, ədəbiyyat adamı idi rəhmətli. Çox savadlı adam idi. Bir dəfə müəllimlər yığıncağına getmişik. Orada çıxış eləyəndə deyir, görün Ələsgər nə deyib. Mənim sözüm öz yolundan dönəni inşallah qaytarar düz insan eylər. Gözəl. Obrazı da bu, fikir obrazıdır da. Amma biz deyirik ki, yox, başqa cür olsun. Yəni, Avropada, Amerikada niyə görə o şeir yazılır və yaxud da əsər yazılır, oxun ona görə ki, onlar tapıblar ki, oxucuya nə lazımdır, dinləyiciyə nə lazımdır. Amma biz özümüzün könlümüzü, məhəbbətimizi yazırıq, öz məhəbbətimizi, onun məhəbbətini yazmırıq. Evet. O Dale Carnegie var, sosioloq deyir ki, biz qırmaq atmağa gedəndə fikirləşmirik ki, bizə nə lazımdır, fikirləşirik ki, balıq nə yemək istəyir. Yəni, biz oxucunu fikirləşməliyik ki, yazan adam, oxucu nə istəyir. Mən ona görə də, məsələn, bugünə yaraşmayan şeirlərim adlı bir şeir yazmışam. Çox maraqlıdır, buyurun, görək hansı da, ha? Qəzetdə çıxan kimi şeirlərim gözümdən düşür. Götürüb redaktora zəng eləyib, razılıq da bildirmirəm. 100 dəfə üzr istəyirəm ürəyimdə. 1000 dəfə dilağız eləyirəm azından. Bugünə yaraşmayan şeirlərimi çap etdiyinə görə. Hələ də Sovet şeirləri yazır şairlərimiz. Hələ də pəhə-pəhlə yer verir onlara ölkə mətbuatı. Deyirlər, yaxşı da görünür səhifədə. Lap bəzəkli gəlin kimi, hecası, qafiyəsi. Bircə başının duvağı çatmır. Niyə də olmasın? Ağzında dikləməyə dişi yox. Qaş altında görməyə gözü yox. Kəlləsində deməyə sözü yox. Laldır, kardır, kördür, mırıqdır. Bizə belə şeirlər lazımdır. Ən azından üzü danlanmayacaq şöbə redaktorunun. Zibillənir, cəhənnəmə zibillənsin Azərbaycan türkçəsi. Nə deyirdi Sabir? Yatmışlar razı deyiləm, kimsə oyatsın. Elə bir vaxt gəldi ki, istəyirdim mənim də kitabım çıxsın. Onun heç pul haqqında fikirləşmirdim. Amma fikirləşirdim ki, mənim də kitabım çıxsın ki, mən də bilinsin ki, mən də yazboz adamıyım da. Gənclik nəşriyyatına gedim, rəhmətli Məmməd Namaz var idi orada, redaktor idi. Deyir ki, uşaqlar üçün yaz, uşaqlar üçün çap eləyəcəklər. Mən də girişdim uşaqlar üçün yazmağa. Yazdım, alınmadı. Aylarla belə bir şey. Birdən mənim xəyalımda bir oğlan uşağı doğuldu. Və onun ağzı ilə mən müxtəlif şeirlər yazdım. Hər gün uşaq şeiri yazırdım. O yeniyetmələr üçün. Tapmısan. Artıq tapmısan da, yolunu tapmısan. Məmməd müəllim, Məmməd İsmail onda baş redaktor idi. Biz şeydə işləyirdik, kino studiyada, Xronika şöbəsində. Xronikada. Dedi ki, bu qabaq yaza bilmir, nə yaxşı hər gün yazırsan. Dedim, nə bilim belə. İndi peşmançılığını çəkirəm ki, bu hər günü niyə mən davam eləmədim? Baş qarışır, işə, gücə, savadda eləyər. Həm də ki, adamın belə qəribə, halbuki bizə pulda verirlər. İlk kitabım çıxanda mən balaca adlı kitabım çıxdı uşaqlar üçün.
Deməli ona mən bir 2000 manat pul aldım o vaxtı. Elə idi. Onda 130 manat maaşım idi mənim. Birdən-birə o qədər və heç xəyalımda pul yox idi. Bu uşaq xəyalımda doğulandan sonra mən başladım yeni etmələr üçün yazmağa. Gördüm təqdir olundu. Hətta sonra mən Rusiyanın SSR-nin də vaxtı Murzilka jurnalı vardı, 5 milyon tirajla çıxırdı. Orada 2 səhifə Rusça şeirlərim verildi. Halbuki Azərbaycanda heç kim çap olunmuyor burada. Uşaq şeirlərin. Uşaq yeni etmələr şeirləri çap olundu. Ümumiyyətlə Azərbaycanda uşaq şeirlərinin vəziyyəti ilə bağlı indi işin içindəsən və onu yaradanların birisən, yazanların birisən. Siz daha dəqiq bilərsiniz mətbəxdə nə var? Bilirsiniz, həm uşaq, həm böyük, uşaq şeiri, uşaq əsəri yazmaq ağır bir şeydir. Çünki adi bir kinə deyirlər, xına deyirlər, rus dilindən söylənən kinədir. Onun da üstünə şirini qatıb verirlər ki, onu uşaq uçsun, bilməsin nədir bu esin. Uşağa gərək issi söz demək lazım, issi söz, bədii söz. Yaradıcılığınız, uşaq yaradıcılığınız inkişaf elədi, poemalarınız yarandı, əkil-bəkil quş idi. Əkil-bəkil quş idi, bəli. Nənəm təkdir. Nənəm təkdir. Təkdir. Oxuduğum gözəl poemalarınızdır. Böyük şair Məmməd İsmail ön sözdə davam eləyərək yazır. Müəllif poemanı fasilələrlə 3 dəfə işləyib. Əslində yazıb desək daha doğru olar. Mən 3 variantın 3-ünü də oxumuşam. Poemanın ilk variantını xeyli əvvəl yazan müəllif sonralar özü öz imkanlarını duymuş, poemanın yeni variantını yazmağa başlamışdı. Yox, bu sadəcə həcm artırma xatirinə edilən əlavələr deyil, həm də ədəbi təcrübənin artması, ifa imkanlarının daha mütəhərrik, daha yetkin olması ilə bağlı idi. Gördüm ki, elə hər bir yazıcı şair elə coğrafiyanı qurtarmalıymış. Nə baxımdan maraqlıdır. Ona görə ki, bu bir ətrafımız hamısı coğrafiyadır. Dağı, dərəsi, yarğanı, uçqunu. Yeri gəlmişkən, rəhmətli Məmməd Araz da coğrafiyanı qurtarır. Mən onun haqqında yazı yazmışam, bir memuar yazmışam, böyük bir. Orada da mən o göstərirəm. Daha doğrusu bir misal da deməliyəm. Deməli, İşıq Nəşriyyatında işləyirdik. Məmməd İsmaillə birlikdə. Məmməd İsmail direktordur. Mən gətirmişdi, orada sifariş edilmə şöbəsində müdiri idim. O vaxtı kitablar Dövlət Nəşr.com-un kollegiyasında müzakirə olunurdu ki, tematik plan, kimin kitabı? Mən də bu əkil-bəkil vermişəm, balaca bir həcmdir, çap olunmağa görə. Nəzərdə tutublar 86. Planına salınsa. Planına salıblar. Mən deyim ki, Məmməd müəllim necədir? Deyir ki, narahat olma, kitabın oradadır. Dedim ki, ürəyimdə, bu niyə dedim? Axı, mənə istəməyən də var burada. Kitabımı öyle plandan çıxartdılar. Səbəb o deməyi qurban İndi olur. Peyğəmbər əleyhissalam deyir ki, hər ziyanda bir xeyir var. Kitab 87-də çıxdı. 89-da elan oldu ki, ilin ən yaxşı uşaq kitabı müsabiqəsi keçirilir. Dövlət Nəşr.com, Yazıçılar İttifaqı, Azərbaycan Komsomolu. Və siz də təqdim elədiniz. 2 il ərzində çap olunan, əgər 86-da çap olunsaydım, düşməyəcəkdim. İştirak eləyə bilməzdin, hələ. Düşdüm, məsələn, mən orada poeziya üzrə götürəndə elə birinciyim, amma ikinci mükafat aldım. 500 manatda pul aldım o vaxt, o keçirdim şəhidlərin abidəsi yardımına. Allah köməyim olsun, düz eləmsə. Yəni ki, o poema o vaxtı təzədən işlədim. Bu poema sərhədçilər haqqında ilk və sonuncu poemadır. Yoxdur belə, yazmayıblar. Orada poemanı mən oxudum, mənə ən çox ləzzət edən məsələlərdən biri də buydu ki, orada qızılbaşlarla, Şah İsmail Xətai ilə bağlı böyük bir bölüm var. Belədir, bəli. Cavan oxuculara, yeniyetmələrə, şagirdlərə, uşaqlara tanış eləyir tarixini, ilk böyük Səfəvi dövlətini. Bizdə uşaq əsərlərin, nəsrin deyətində hamısı çalışır ki, ciddi bir ad qoysun. Düzdür. Üyülləmir uşağı, ağlamır. Nə gözəl, əla. Adını qoydum Üyül. Kitab çıxandan sonra Azər Nəşrin baş redaktoru vardı, Aydın Hüseynzadə. O deyib, orada Zülfüqar mənə danışırdı ki, deyir ki, bax, əsl uşaq kitabının adı belə olar. Düzdür. Üyülləmək.
Çox gözəl. O yenidən işləməyə gəlirəm. Bir dəfə rəhmətli İsa Muğanlı ilə, İsa Söyünovla bağlı veriliş eləyirdim. Elə verilişin adı da maraqlı idi. İsa Söyünovdan Muğanlıya. Bu keçdiyi yoldur. O ideal əsəri var, onun məşhur ideal əsəri. Oxumamışam düzdür. Deyir ki, indi müsahibə götürür. Deyir, bir dəqiqə saxla. O da hər şeylə razılaşan deyil. Dedi ki, sən bu idealın 3-cü variantını oxumusanmı? Dedim İsa müəllim, vallah birini oxumuşam, bilmirəm hansı variantı. Biz bu televiziyada ora-bura qaçırıq. Bizdə o variant, bu variant hardadır ki, bu? Dedi ki, yox, onda bizim söhbətimiz tutmaz. Dedim, ay kişi, bunu niyə bir dəfəlik yazmırsan ki, bilək nədir? Onda incələdi ki, mən yanar ürəyi yazdım əvvəl. Yazandan sonra baxdım ki, mən o həqiqətləri dərk eləməmişəm. Hadisəyə düzgün yanaşmamışam. Bu da deyir, mənim öz doğma muğannalarımdır. O nəslin etiraflarıdır, o nəslin taleyidir. İdealı yazdım, ilk variantı. Bir neçə ildən sonra gördüm ki, yenə yanlış yazmışam, yenə düzəltdim. Sonra elə özü dedi ki, elə yaradıcılıq, aldanış və tapmaqdır. Doğrudan sərrastır. Axtarırsan, yazırsan, elə deyirsən, bir şey deyirsən. Baxırsan ki, heç nə yoxdur, aldanışdır. Kəşf edirsən, qayıdırsan, oxuyursan. Ya alınır, ya alınmır. Bu belə. Sonra nənəm təkdir poeman. Yeni yetmələr üçün poeman. Ay qardaş, oradakı dil uşaq dili deyil. Uşaq ədəbi əsərdir ki, böyüklər üçün də, inşallah. Ondan bağlı başqa bir şey deyirəm. Oradakı dil yerin 7 qatından gələn dil. Dilin 7 qatından, eyni zamanda torpağın 7 qatından. Dil axırı. Dil, o bayaq dediyin, o anandan öyrəndiyin, o tənha nənənin ağzında yetişən sözlərin, beynindən süzülən sözlərin elə gözəl bədii təzəssümüdür. Siz sadəcə orada Mirzəli eləmişsiniz. Bəli. O hazır qəlbi, hazır olanı köçürmüşsünüz ora. Yarı nənənin dilindən, yarı müəllifin öz dilindən. Professor Zahid Xəlil Nənəm təkdir poemasına ön sözdə yazır. Qəşəm İsabəylinin yaradıcılığında əsas yer tutan əsərlərindən biri Nənəm təkdir poemasıdır. Əsərdə şair cəmiyyətin ciddi problemlərindən ilıq bir yumorla bəhs edir. Ay ana, hey, mübarək, ay bala, nə, başmağın. Ay nənə, hey, mübarək, ay bala, nə, yaşmağın. Ay baba, hey, mübarək, ay bala, nə, coşmağın. Gözəl, səlist, yumşaq, koloritli dil hakimdir bu xırda parçalarda. Orta məktəbdə oxuyanda bizdə bir Qazaqlı müəllim var idi, rəhmətli Ziyad müəllim. Füzulinin söz qəzəli düşmüşdü bizə əzbərləməyə. 8 idi gərəkli. 8 sinif. Bu da təzə gəlmişdi, heç kimə 5 yaz beləmirdi. Mən də axı klassik Sabiri oxuyuram, başqalarını oxuyuram. Klassikan, hə. Çağırdı bir günləri, dərsdə çıxdım bu şeiri əzbər dedim. Padişah mülkü dinarı dirəm dedi. Rüşvət verir, hə. Deməli, baxdı, deyir ki, gör niyə ağzından dür tökür. Ürəyimdə dedim, mən yaqın lağ eləyir də bu müəllim. Şeiri qutarandan sonra birinci 5-i mənə yazdı. Birinci 5-i. Mənim bu oxumda klassik ədəbiyyat və folklor ön yerdə dayanır. Mənim orada bir dənə Sarı Aşıq kitabım var. Sarı Aşıq? Sarı Aşıq. Bayatı Aşıq. Bayatı. 67-də çıxıb deyəsən, üzü də yoxdur onun. O, mən həmişə cibimdə gəzdirmişəm. Çox şeyin əzbər bilirəm. Orada da kamil dil var axı. Nə gözəl. Oradan öyrənmişəm, aşıqlardan öyrənmişəm. Mən aşıqlardan öyrənib qoşma yazmamışam.
Lap yaxşı, elə öyrənib, onu təkrar eləməkdənsə, Bəli. o dilin bazasında başqa bir Nəsə forma bəli, yazdı da, bəli, lap elə- bu daha gözəl. Elə əslində ədəbiyyat, inkişaf, dialektika budur da. Düzdür. Yoxsa sən indi nə yazsan Ələsgərin kölgəsi olacaq. Elə başqa cür olur. Hər birimiz. Elədir. Qoşməndi, düzdür, biraz Məmməd Araz o xətti kənara çəkdin, tası, o da canı bahasına, qanı bahasına, hamı Məmməd Araz olmur ki. Hə. Deməli bu qoşma indi yazırlar. Axı bu qoşmanın taleyin onun qafiyələri həll eləyir. Düzdür. Baxırsan ki, hər misra ayrıca bir mövzudur. O çevir rus dilinə, görək nə alınacaq? Heç nə. Və yaxud da ingilis dilinə çevir, heç nə alınmayacaq. Oxuduqlarından bilirəm, tutalım ki, İngiltərənin vaxtı ilə baş naziri olub Dizraeli deyirmiş ki, mən bir kitabı oxumaq istəyəndə o köçürürəm. Köçürürəm. Mən məsələn Füzulinin Leyli Məcnunun indi də arada başlayıram hansısa bir bölməsini köçürürəm. 13-cü ildən bəri paşdı da. Var burada o dəftər oradadır. Vərdişdir bu, eləmi? Özümü hazırlamaqdır. Məsələn, Nə gözəl hazırlayırsan. sonralar oxumuşam ki, məsələn, Qorki hər vəsülhü əvvəldən axıra qədər köçürüb. Bəs dili öyrənmək, adamın beyni açılır. Düzdür. Adamın xəyalı Əl yatır, beyin Əl işləyir. yatır, beyin Gözəl. Yəni o klassik ədəb, mən İlyas Tapınla rəhmətindən yol yoldaşımışı deyir ki, biz klassik ədəbiyyat oxumamışıq, bilmirik deyir, oxumamışıq. Bizimki aşağı yerəcələrdir. Hə, biz tərəflərdə daha çox. Daha çox elədir. Özü də ki, cəmaata da, biz tərəfin cəmaatına da qoşmadan başqa, Heç nə yox. başqa janrda Keçməyəcək. qızıl da versən keçməyəcək. Elə deyəcək o qoşma. Baxanda o qoşmada da heç nə yoxdur. Elədir, yoxdur. Heç nə yoxdur. Bakılılar necə qəzəl yazan kimi. Amma elədir, hə. O bizim də qanımızda odur, hə. odur. Ancaq klassikanın Nəsimi mənim üçün ən yuxarı özünü dərsdir. Gəldik sizin nəsrinizə. Bəli. İstər uşaq nəsrinizə, istər böyük nəsrinizə. Çünki dediniz ki, mənim əsas işim uşaq nəsri, hekayələri yazmaqdır. Yazmaq idi amma Eyni zamanda burada başqa bir kitabınız var. Bu artıq ikinci kitabımda hekayələr kitabımda. hekayələr. Bu uşaq üçün deyil artıq. Yox, böyüklər üçündür. Böyüklər üçündür. İlk məhəbbətin İntiqamı. intiqamı. Bir də var 5 hərfli faciə kitabımda var. 5 hərfli O faciə. hekayələr. Hə, hekayələr. İndi istəyirəm ilk öncə danışaq sizin uşaq hekayələrinizdən. Şeirlər aydındır. Bədii forma ilə özün içində yetişən bir uşağın dili ilə danışırsınız. Bəs hekayələr necə? Uşaq hekayələri. Deməli uşaq nəsri məndə 3 dənə povestim çap olub 90-cı ildə. Ü adı ilə kitabda 3 povest orada. Nağıl povest. Sonra mənim bir Cin adında nağıl povestim var. Bir də Şam adında Şam nağılı o şeirlərdir. şeirlərdə. O Cin nağılı mən yazandan sonra ingilis dilinə tərcümə elədilər. Rəhmətli Vaqif Qəmbərov vardı, tərcümə eləmişdi. Aha. Deyir ki, apardım bunların İsmixan Rəhimov var idi, ingilis. Oxudu, deyir ki, bu elə orijinaldan yaxşıdır. deyib tərifləyib buna. Elə oldu ki, Köçərli kitabxanası Hə, Firdun və Köçərli. Köçərli, bəli. Andersen Beynəlxalq Uşaq və Gənclər Kitab Təşkilatı var. Orada da mükafat var. Andersen mükafatı $90.000-dır. Qızıl medal. Məsələn, Sovet yazıçıları Mixalkovdur, Bartodur. Onlar Paçotnaya qramot almışdı. O qızıl medalı ala bilməmişdilər. Bizə 2 nəfərdən bir qadından mənə də təqdim elədilər. Demə, bura bir adam getməliymiş. Bir adam. Bir mükafat bir adam. Bir adamdır. Sonra 3 aydan sonra bu qadın çıxış elədi. Dedi ki, bəs mən təqdim olunmuşam qızıl medala. Deməsəydi mən yatacaqdım, xəbərim olmayacaqdı. Özü ayıtdı. Getdim, mən də dedim, bəs mənim əsərim. Deməli, məni kənara qoyublar. Məndən cavanın təcrübəsizliyin sürüblər ki, geçsin. Aydındır. Təsəvvür edirsiniz? Təzədən mən göndərdim, artıq qızıl medala gedə bilməzdim mən. Paçotni qramotu. Getdim, mənə oradan məktub gəldi ki, bunun orijinalını göndərin bizə. Mən Azərbaycanca göndərdim. Azərbaycan öz dilimizcə. Görün, orada da oxutdurublar da. Bəlkə elə ingiliscə bunu nəsə düzəldiblər. Oxutdurandan bir 3 ay sonra bir də gördüm ki,
Və mən Paçotnu qramat almışam. Azərbaycanda heç kim almayıb bunu. Dünyanın 57 uşaq yazısı içərisində biri də mən oldum ki, demək 56-sı alıb, 57-ci siz oldunuz. 57-si mən oldum, 57-si. Bizdən təqdim eləyiblər, neçə dəfə təqdim eləyiblər, heç kim o Paçotnu qramatını ala bilməyib. Şeir də var, deyir ki, yatmaq deyir şəmşəmin ki, yuxu ilə oynamaqdır. Haçan görürsən ki, yatır, baxırsan ki, oyaqdır. Gözəl. Kəşf eləyibdir yuxunun qaydasını, çəmini, gah şəmşəm minir yorğanı, gah yorğan şəmşəmini. Bir də görürsən ki, çıxıb, bıyığı gözdən yayınıb, baxırsan xorultu gəlir altından çarpayının. Yatmaq deyil şəmşəmin ki, yuxu ilə oynamaqdır. Haçan görürsən ki, yatır, baxırsan ki, məsələn, bu qəşəm nəvəmdir, adını qoymuşam, şəmşəm deyirəm. Allah adınla böyüsün. Çox sağ olun. Uşaqlar üçün danışanda mənim, bu hər şairin, tutalım ki, deyir, hər ailədə bir sevimli uşaq olduğu kimi, hər yazı-pozu adamın da bir sevimli əsər olur. Məsələn, Səməd Furunda Azərbaycandır, Qabildə səhv düşəndə yerimiz idi belə. Gözəl, düzdür. Məndə bir ərişdə şeirim var. Desən Allah maraqlıdır, ha? Ərişdə həkimdir, mən bilirəm bala mən, ölünü dirildərəm ərişdə ilə valla mən. Ay anarım, hər həkim çatmaz ona hünərdə, dizlər çöktürüb bala ərişdə neçə dərdə. Yorğunsan ərişdə vur, soyuqlamısan buyur, bir kasa da bəsində sap sağlam ayağa dur. Ay nənə təriflədin ağzımın suyu axdı, mən bilən beləsini yeməmişəm ha vaxtı. Tez ol görüm ver bəri, kasa ilə göndər bəri. Hazırdır hər yarağım, bu soğanım, bu yağım, turşum, yarpızım, duzum, bu da qazan dolusu. Dayan kündəni yayım, fətir kəsim doğrayım. Əlimi görməyəcəksən indi balacan işdə, gözünü yum aç, buyur bu da sənə ərişdə. Qaşıq-qaşıq vururam, damcı-damcı tər çıxır. Canımdan, ciyərimdən elə bir zəhər çıxır. Haçan yuxu aparıb, haçan yatmışam görən, aylanda görürəm sappasaq olmuşam mən. Düzü çaşıb qalmışam bu işə, bu işdəyə. Kimə təşəkkür edim, nəniyə, ərişdəyə? Gözəl, çox səmimi şeydir. Çox maraqlıdır. Sizdə məsələn, qafiyə də, ironiya da paralel gedir. Şeirin elə tələbi odur. Məsələn, mən bu qulaq qafiyələri məndə daha çoxdur. Mən onu Məmməd Arazdan öyrənmişəm rəhmətliklə. Mən özüm Məmməd Araz haqqında da yazı yazmışam. Bir maraqlı bir yazıdır. Oxuyublar, bəyəniblər belə qələm adamları, dostlar. Rəhmətlik Əli Kərim, şair Əli Kərim köhnə qafiyələrlə işləyib. Onun təzə qafiyələri yoxdur, qulaq qafiyələri yoxdur. Amma Məmməd Araz qulaq qafiyələrlə işləyir. Məsələn, mənim şeirlərimdə o uşaqlara maraqlıdır. Deyir, yağır, hə yağır, nə yağır yağış? De görüm, nədir, nə axı yağış? Yağır axı, bu qulaq qafiyəsidir. Allah, düzdür. Məmməd Araz çoxdur. O qafiyə cəlbedici olmalıdır ki, uşaq şeirində. Elə bunu qoydum, ona getdim deyir. Məmməd İsmail mənim ustadım olub. Şeirin yolunu öyrədib. Amma bir günləri mənə dedi ki, bəs uşaq şeiri yazmışam, bax gör nətərdir bunlar. Verdi mənə. İndi artıq ustad şagirdinə müraciət edir ki, buna bir müəllim kimi cavab ver. Oxudum, dedim ki, Məmməd müəllim, bu uşaq şeirində qafiyə gərək rədif şəklində geçsin, yanbayan geçsin. Bir-birini döysün qafiyə. Yəni, iki misradan sonra o birisi qafiyəni demək uşaq üçün daha deyil. Gəl-gəlayaz günləri, ilin əziz günləri, dağlı ərid qarları, bağlı əlid qarları. Rəhmətli böylü bu da. Bəli. Yəni, dedi ki, mən bu bayaqdan deyirəm də. Dedim, indi deyirəm. Yeri gəlmişkən, Məmməd İsmaillə münasibətiniz nə vaxtda və hardan gəlir? Mən o vaxtı kitab birinci kəndlərə gedirdi. Düzdür, kitabxanalara. Bəli, kitabxanalara. Açdım bir bağlamanı, gördüm sarı-təhər kitablar düşdü, balaca əl boyda. Götürdüm, başladım bunları oxuma, gördüm buradakı avaz başqadır. Bunlar təzə avaz, təzə nəfəsdir. Məmməd İsmail, Musa Yaqub burada, Ağa Səfa, Abbas Ağa. Bir vaxtda gəlib. Götürdüm, oxuyandan sonra artıq bunlar mənimlə bir ki, tanışlarım oldu. Kitabları idi bunların. Gəldim Bakıya,
Coğrafya fakültesində bir oğlan da gəldi, dedilər bu da qiyabətçidir. Hardansan? Deyir ki, mən Tovuzdan. Hansı kənddən? Deyir, Əsircir dağın. Deyir, mən İsmail tanıyırsan? Deyir, mən əmimdir. Deyir, nə danışdı? Deyir, istəyirsən səni tanış eləyim o ilə. Getdi, mənə tanış elədi. Düz o ilə tanış olanda əvvəl inanmadım ki, bu Məmməd İsmail dedim, yalandan deyir ki, Məmməd İsmail deyir, çıxıb gələndə də. Yəni, Məmməd İsmail belə olmaz. Yadıma Sergey Yeseninin bir fikri düşdü. Deyir ki, şair Kuliyevlə mənə tanış eləyəndə tər bastı məni. İlk dəfə idi canlı şair görürdüm. Ondan 67-ci ildə hər cəhətdə mənə köməyi olub. Hətta ev qeydiyyatına qədər mənə kömək eləyib. Allah canını sağ eləsin. Sağ ol. İndi xəstədir, Allah ömür versin. Bilirəm, Allah ömür versin. Gələk sizin nəsrinizə. Bizimlə qeyd eləməyimiz yaxşıdır. Yazıcı Sadıq Elcanlı bu kitab haqqında çox yaxşı bir yazı yazmışdı. Çıxmışdı ədəbiyyat qəzetində, maraqlı. Mənim hekayələrimdə nəsrlə publisistika birləşir. Düzdür. Birləşir. Mən hekayələrimi çalışıram elə yazım ki, oxunsun. Bəzən öz adımdan yazıram onu. İkinci şəxsin adından yazanda da yenə də birinci şəxs danışır. Ona görə oxucu üçün o daha isti görükür ki, adam öz adından danışanda açıq tökə bilir də fikirlərin. Bunu fikirləşib eləyirsən, bilərəkdən eləyirsən? Mən bilərəkdən, bəli. Bilərəkdən və məndə bu, həm də ki, baxmışam hekayələrimizə, baxıram, görürəm ki, birinci cümləsini oxuyanda görürəm ki, getmir də bu hekayə. Və yaxud da hekayəni elə... Getməyən nədir onda? Getməyən, görürsə elə can dərdi gedir hekayə. Sözdür, cümlədir, gərək ilk başdan oxucunu ələ almaq lazımdır. İlk cümlədən oxucunu ələ ala bilmədinsə, sözü ilə, fikri ilə, sonra heç nə eləyə bilməzsən. Və hadisələrin çevikliyi ilə. Bəli, hadisələrin. Bir ikinci də ki, mən dialoqlarla yazıram ən çox. Dialoqlarla. Bu ilk baxışda hasad görülür. Ağır bir şey, çətin bir şeydir. Axı, mən məsələn bir nəfər haqqında ki yazmışdım. Elə yazıram ki, məndən asılı deyil ha, onun obrazı elə doğulur ki, elə özü olur. Onu formanı tapırsan, tapmaq var. Tapmaqla bir. İkinci də ki, bizim hekayələrimizin çoxunda görürüz ki, başdan başlayırlar bir ki, xörək pişirir. Axırda duzunu da tökür, istiotunu da tökür. Hazır gətirib qoyur. Sizdə çevikdir, novella vari qurtarır. Bəli, novellalar, bəli. Axırda nəsə elə bir qurtarmalısan ki, qəfil, novella kimi qutarsın. Və yaxud da elə qurtarmalısan ki, oxucu fikirləşsin ki, bunun dalı nə oldu? Nə oldu, hə? Düzdür, o bir cümlə deyir, hər şeyi tatı düşündürür də, elə bədliyə də düşündürməlidir də, bət düşünməlisən də. Oxucunu fikrə salmalısan. Olmasa niyə yazırsan o hekayəni? Ona görə. Yəni, mən bunun yolunu tapmışam, bu mənim stilimdir. Hə, doğrudan istirdir. Ləzzətlə oxudum. Məsələn, hekayələri baxıram, bu qəfil, elə bir hadisələr qəfil gedir. Bəllə də. Və yanaşmalar və diyaloqlar. Elə də. Adi məsələn, tutalım ki, mövzudur. Bax, bir mövzudur. Onu danışdın, çıxdın, axıra oldu bir mövzu, bir nağıl. Amma sən onu elə qutarmalısan, o hekayə kimi olsun. O da fikirləşib tapmaq. Hemingway məsələn, hekayələrin sonun yazmazmış. İndi o hekayələrine baxsın, görsən. Markes özü deyir. Markesin özündə də ondan örgənib ki, yəni sonun açma bunun. Böyle sirri qalsın. Kələfi axıra qədər açma, qoy özü fikirləşsin qalsın. Gizli qalsın, hə. Mən baxıram Avropa, Amerika yazıçılarına, müasirlərə də, klassiklərə də baxıram. Görürəm ki, bunlar halva eləyib gətirib oxucunun ağzına qoymurlar əsərləri. Ümumiyyətlə, sətir altı, fikir altı qalmalıdır da düşünməyə. Bu elə poeziyada da belədir, uşaq şeirində də, nəsrdə də görünür də. Bir sətir altı qalmalıdır. Mütləq sətir altı nəsə deyilməlidir. Qəşəm müəllim, Musa Yaqubun bir gözəl şeiri var və başqaları. Həmişə adıma növbə çatanda bir söz eşitmişəm və başqaları. Yəni, mən həmişə və başqalarının içində getmişəm. Bu yaxşı bir... Anekdot idi o.
İşlərini vaxtında uşaqlar işlədirlər. Əla. İndi yəni saymırlar və başqalarını fonundan çıxartmırlar, fərdiləşdirmirlər. Bəli. İndi və başqaları fonunda qalmısınızmı? Yəni tənqid tərəfindən, yazarlar tərəfindən həmişə yazılmısınızmı, yoxsa və başqalarının içində mi itmisiniz? Mənim bir povestim var, o elə orada da gedib deyəsən, ya başqasında gedib. Adı onun eşkək oğludur. Aha. Bir günləri meşədə bütün heyvanların səsi batır. Şir gəlib, tülkü, çaqqal hamısı birdən anqırır eşkək o yandan. Səsdə qüvvə deməkdir. Aha, enerji. Enerjidə, həm də ki hökm deməkdir. Səs olmayan padişah nə bağıracaq? Tez canavara deyir ki, o gətir, gedir tutur qulağından, gətirir, eşkəyə qoyur aslanın qabağına. Aslan deyir ki, xoş gəlmisən cənab eşkək oğlu. Artıq hörmətə minib bu. Deyir ki, xoşunuza gəlmişəm zat əlilər, xoşunuza gəlmişəm. Üstən deyir, bu nə demək, necə xoşumuza gəlmisən? Deyir, şeir yazıram, dilim şirinləşib. Eşkək deyir. Deyir, kitabın yadın çıxıb. Deyir, yox, naşirin deyirlər 5-6 camışı var. Ot yığmışam, harı verəcəm, mən böyük bir kitabımı bıraxsın. Deyir ki, axı sən ilk kitabı bıraxsan, niyə böyük? Deyir, yox, zaten elə deməyin. İndi onsuz da kitab oxunmur. Kimin kitabı nə boydadsa da, öz də o boyda şairdir. Allah. Bizdə bu günlər kitab oxumur. Hətta tənqidçilər belə oxumurlar. Oxumurlar. Quraşdırırlar və yaxud da müəllif yazır, tənqidçi ayağının altına. Ya da təcrübəsindən ümumi bir şey yazır. İndi mənim üçün heç zaman maraqlı olmayıb ki, o tənqidçi aparım deyim ki, mənə bir şey yazsın. Bu kitaba bir yəni mənim haqqımda söz desinlər. Mənim söz deyirəm. Məsələn, deyirəm, Məmməd İsmail özü deyib, Said Xəlil özü deyib, Rafiq Yusufoğlu özü yazıb, Məmməd Namaz rəhmətli nənəm tək haqqında yaxşı bir yazı yazıb. Əjdərol, Allah işinə varsın, Allah o yazıb. eləsə, hə. Bunlar hamısı özündən. Tutalım ki, birinci cildə ön söz yazıb, Günay Qarayeva. Çox belə istedadlı tənqidçidir. Və yaxud da nədir, Akimova. Elnara Akimova. Elnara xanım. 2 səhifə ədəbiyyat qəzetində mənim bu birinci kitabım haqqında 5 hərfli faciə yazı yazıb. Yəni özü yazıb, mən xahiş eləməmişəm. Aydındır. Yəni indi tədbir olur, hamı gedir deyirlər ki, qoy gedim adımı saldırım ki, Yazıçılar İttifaqında plenumda adım çəkilsin. Mən üçün maraqlı deyil. O mənim adımı çəkməyi, tənqid çəkməməyi ayrı şeydir. Hətta məni bir yaxşı o şeiri də deyə bilərəm. Uşaq şeirim var. Buyur. Deməli, pedaqoji universitetdə biz dərsliyə düşmüşük. Dərsliyə keçirlər bizi. Orada götürüb bir tənqidçidir, qadın da adını demirəm. Yazıb ki, uşaqları oyuna salan şeirlər. Mən bu şeirimi də orada verib ki, bu şeir oyuna salır. Xoşbəxtlikdən odur ki, şeiri də verib. Sonra bu hansısa bir qəzetdə çap eləmişdi onu. Götdüm mən də buna bir cavab yazdım. Açdım bunu ki, nədir? Bir jurnalda çap olundu. O da bu da. Mənki də çap olundu. O bilmirəm, yəqin o oxuyub, amma bir yaxında o sayta qoyub öz yazdığım. Yaxşı ki, deyirəm, sayta qoyub özünü təksib eləyib. Məsələn, bu küləyin nübarı ilə ağacın, çiçəyin nübarını qarışdırıb bilmir nədir. Deyir ki, şeir belədir, ay külək, nə əsirsən? İndi küləklə uşağın əsbahalı diyaloqdur. Ay külək, nə əsirsən? Deyir, əsməsəm, olmaram mən. Coğrafiyada belədir ki, havanın yer dəyişməsinə külək deyilir. İşte onu da bilirsən. Mən ixtisasım da. Ay külək, nə əsirsən? Deyir, əsməsəm, olmaram mən. Olmağının xeyri var. Deyir, xeyri var ki, varam mən. Təbiətdə heç nə artıq deyir. Qışda nə xeyrin var, hə? Qışda yağış qaram mən. Yazda bə, ağacları oyadan nübaram mən. Bu bizim tənqidçimiz o nübar sözünü götürüb ki, bu nübar meyvə olmalıdır. Başa düşmür ki, küləyin nübarıdır ki, o açır, gülü açan, deyir, yaydan əsən Aydəli, deyir, yaydan mı baharam mən. Payızda bəs, payızda aşıb daşan baram mən. Baxça dolu xəzələm, budaq dolu baram mən.
Çox vaxt hörməti, ad çəkilməyi, Bəli. adı elə bil dilənirlər. Elədir, hə, bəli. Çox pisdir. Biraz hər halda içinə çəkilməlisən. Yox, bir iki Adam o vaxt içinə çəkilir ki, biraz yük olur da. bəs nədir? Həm də ki, onların ona ehtiyacı var. Yaradıcı adamın, sözü olan adamın ona o sözə ehtiyacı yoxdur. Bəli. Tofiq Quliyev rəhmətli bəstəkar deyirdi ki, mənim haqqımda yazılan heç bir kitabı, məqaləni oxumuram. Doğrudan şey adam diyor. Yaxşıdır, sümsünmür. Yox. Tərifi Yox. ya rəğbəti sümsünüb qazanmır. Sümsünmək sözü anlaşılır sümsünmək da. var, bəli, Hə. var. O yaxşıdır da, bura toxluqdur, çəkil Bəli, için o. Nəşriyyat, bu kitab çapı nəyinizi aldı və nə verdi sizə? Yəqin ki, aldığı verdiyindən çox olardı. Deməli, məni bir müddət yaradıcılıqdan qoydu. Mən tutalım ki, mən məsuliyyət deyəm doğrudan. İşə məsuliyyətdir. İşdə məsuliyyətdən bir dəfə bu dəqiqə mən məsələn deyirəm ki, niyə mənim indiki ağlım tutalım ki 30-35-40 yaşlarında olmayıb. Yəni mən onda kül halında özümü həsr edərdim bu ədəbiyyata, kül halında. Onsa Sovet hökuməti pul verirdi. Ədəbiyyatdan dolanmaq olardı. Bəli, keyfin üstündə dolanmaq olardı. Allah. O boşluğu doldurmağa çalışıram. Mən bu günləri əsasən nəsr əsərləri yazıram. Nəsr əsərləri. Şeirlərim də olur tutalım ki, bu günə yaraşmayan həmin dediyim kimi şeirlərim. Adı da maraqlıdır. İçi də ondan maraqlıdır. Elə də şey kimi. Uşaqlar üçün bir də görürsünüz bir toxumdur gəldi düşdü beynimə. O Rəsulzanın bir şeiri var, deyir ki, Cəbəlli Tarix şeiri var. Deyir, Cəbəl dağ, Tariq sərkərdə. Bəs nə işim vardı mənim bu yorğun ləpələrdə? Dalğa var naqqa balıq, dalğa var kit kimi. Atlantikin ayıq vaxtı yoxdur vahid kimi. Nə gözəl ha, o bura yaxşıdır. Bu sərbəst şeir, görürsünüz necə gözəl. Ay valla sərbəst, qeyri-sərbəst, intonasiyalı, rahat adam kimi söhbətdir də. Bax, bu adam kimi söhbət eləyir. Yox, elə lazımdır. Məsələn, deyir ki, uşaqlar üçün yazanda onun ruhunu oyatmaq üçün düzdür. O hecalı şeirlərin böyük faydası var. Həqiqi mənada dil örgədir uşağa, ruh aşılayır uşağa. Bunlar olmalıdır. O Rəsul olan söhbət düşmüşkən Allah rəhmət eləsin. Bir şeiri var. Plan dövlət qanunudur. Bilirsən özün. Ancaq adamsız nə plan, nə dolum, adamlarda olsun gözüm. Elədir. Yox, onun çox belə Çünki dəyərli şey. adamdır, insandır. Bu başdadır və hər şey ona xidmət Ona edir. xidmət eləməlidir. Ona xidmət. Hətta bu yazdığımız Belə. kitablarda, bu danışdığımız söhbətdə, keşkə bu yazdığınız kitablardan, bu danışdığımız söhbətlərdən insanlara bir zərrə qədər xeyir verə bilək, maraq dairəsinə çevrilək. Siz də, mən də. Sağ olun, Allah'a emanet. Çox sağ olun. Qəşəm Səbəyli bir sıra kitablar yazıb. Əkil Vəkil, Nənəm Təkdir, Şamaxı, Şam nağılı. Bu şəhər mənə göz dağı olub. Leyləyin intiqamı, Avropa dəbi, dar şalvar və qızlarımızın Monqol ayarları, bir qəlbin məhəbbət etirafları və başqaları.